Bura kirayədir. Şeydir bu, deyir orijinaldan başqa kim var, kimə bax. Oğluma da baxıram, nə dəxli var? Anam gözad gələndə də özümə baxıram. Evdə bir orada adam olur, mən düşünmürəm, özümə baxıram. Saçım başım yerində. Hə, düz desin istəmir. Amma mən onu istəyirəm, darıxıram onun üçün. Allah'a tapşırmışam onu. Hele deyən kimi yazır mənə. Buradan bizi pusur deyə. İndi birazdan yazar. Allah'a tapşırmışam onu. O ki məni yada salmır, məni tək qoyub. Əşi yox, rəfiqəmi deyirəm. O ki məni tək qoyub, boynu büküb qoyub. Geçsin, onun kimi rəfiqəni olmaz olsun. Geçsin. Gələn ay onun ad gününü təbrik eləməyəcəm. Alo. Mama. Ay mama, necəsən? Aya, nətər qışqırdınsa qorxdum. Eş elib. Səhv düşdüm. Qonşunu yığırdım, əlim dəydi. Ay Allah. Heç nə, nə edirsiniz, nə? Hə, nə iş görürsünüz, nə ayırsınız? Hə, heç elə belə dedim, görüm nə ayırsınız? Hə, nuş olsun. Bizdə də axşamdan elə yağışdır, hər tərəf palçıqdır. Hə, hə. Sağ olsun, sağ olsun. O sağ havayı nə salmaz, indi o pulları səndən bala-bala çıxardacaq. Sən... Hə, mənim oğlum nənəsinə meyvə qurusu alıb, deyirəm, yəni sevinməyək, o pul səndən çıxacaq gecə tezi, yəni o mənim uşağımdır. O səni 2 gündür yemləyir, amma onun bir sonluğu olacaq. Bunun bir arxasında bir iş var. Hə, hə. Hə, hə. Hə, hə. Hə, onda gözləyəcəm. Gələn həftə gəlsin, gözləyirəm onu. Hə, köçər də, indi maaşlar köçər, narahat olma. Hələ dekabrın bugün 5-idir, ay mama. Bunların maaşı həmişə gec köçür də, bilirəm, bu qız həmişə gec alır. Hə, göndər gəlsin, gözləyəcəm inşallah. Qızlar, bunu vurun. Həm qoy Adəm də sevinsin də, elə Adəm də onu istəyir, deyir, xalam gəlsin, xalam gəlsin. Göndər gəlsin. Hə, hə. Hə, gəlir, xoş gəlir, qoy gəlsin, hə, göndər gəlsin. Narahat olma, özüm apararam, heç narahat olma. Əllərimlə də yola salaram. Gözləyəcəm onda, hə, qoy gəlsin, qoy gəlsin. Qoy gəlsin. Başqa nə xəbər, Nəzad? Hə, 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 bildim, bildim, hə. Hə, hə, hə. Hədiyyə yerin bağlayıblar ona görə, qəsdən. Hə. Hə. Hə, inşallah Allah sənə qismət eləsin ad günün inşallah. Görək hədiyyə atacaqdı, qəpik quruşum olacaqdı. Elə sən yerə acıq olsam kart ataram Allah haqqı.
Elə bunların açığına. Qəsdən gördülər ki, elə belə qəpik-qəpik də olsa mənə hədiyyə atırlar. O bir hədiyyə yerimi bağladılar qəsdən. Ki, mənə şeyə aldılar da, spamladılar ki, heç kim mənə hədiyyə atmasın. Hə, Allah heç bunları ağartmasın. Elə bunlar çox sürünəcək, narahat olma. Allah bizi parladır, ruzimizi verir. Belə və nə qurban olmalı, o pul özdə mənə sərf eləyirik. Oğlumu həkimə aparanda elə neçə dəfə buradan onun pulun karta vurduq. O buranın qəpik quruşun 8 manat, 12 manat hədiyyədən çıxardıb oğlum metro kartına vurdu. İndi onu qəsdən vurdular ki, birdən amanın günüdür, buna buradan 8 manat, 5 manat pul qalar qəsdinən. Elə ona görə məndən dilənirlər də, direktə yalvarırlar ki, yardım elə, yardım elə. Elə Allah bunları həmişə pis günə qoysun. O qədər xaindirlər. Məndən nə istəyirlər bilmirəm ha. Qızlar, mamam sizə salam deyir hamınıza. Deyir onları çoxlu salamlayır. Hə, qəşəydilər hamısı, buradadılar. Deyir, hamısı da sağ söylüyor. Gələndə qovuşarsan qızlara. Çox sağ olun qızlar. Deyir, sənə gözəl sözlər yazdılar. Deyir, qızı kəsərəm onlara. Hə, sağ olun qızlar. Moderatorlar da xüsusi salam deyir. Öpürük deyir ona. Hə, sağ olun qızlar. Hə, yaxşı, yaxşı. Gözləyirəm. Hə, adına denən ki, bacın deyir ki, adına layiq gəlsin. O 100 kilo adam gəlir, rayondan bura. Adına layiq gəlsin. Düşmənlər baxır denən. Adına layiq qapıdan girsin. Yaxşı, öpürəm səni, sağ ol. Tirka verirəm. Bacım yaman Tirkiyə gedəndə, indi ona adına layiq dedinsə, vəsiyo. Oy, ay Allah. Az qıymıram, nə qədər yerə kredit verirəm, o da gələndə elə belə gəlmir də.